Dostum, əgər həyatdan zövq almırsansa, onda bunu elə. Əgər həyatdan zövq almağı itirmisənsə, sənə bəlkə də gülməli gələ bilər və ilkin etapda biraz çətin gələ bilər, amma 3 gün heç nə yemə. Minimal olaraq 3 gün başda heç nə yemə. Deyim sənə 3 günə heç nə olmayacaq sənə, yəni ölmərsən. Yəni düzdür, əlbəttə ki, səhhətində ciddi bir problem yoxdursa, yəni normal yaşayırsansa, onda 3 gün heç nə yemə. Nəyə görə? Sən, eee, sən həyatı problem kimi görürsən və yaxud zövq almırsan, səni sıxır həyat, ola bilər səni sıxır, çünki sən həyatı ciddiyə qəbul edirsən. İlk növbədə bu həyatı ciddiyə qəbul eləmək lazım deyil, bu həyat bir oyundur. Bu videonun mövzusu həyatdan zövq almağa yenidən başlamaqdır. Necə həyatdan yenidən zövq almağa başlamaq olar? Dostum, yeməyini saxlayırsan, ağzının yolunu bağlayırsan. Çünki sən hər zirzibil yediyin sənin hal-əhvalıva, nastroyeniyava təsir göstərir. Sən 1 gün, 2 gün, 3 gün heç nə yemə, o müddətdən sonra başda gündə 1 dəfə, 2 dəfə interval olaraq özünü pəncərəyə sal, təmiz, keyfiyyətli qidalan. Gör bir həftənin sonunda sən həyatdan necə zövq alırsan, sən yeməkdən necə zövq alırsan, sən insanlarla münasibətdən necə zövq alırsan. Sadədir, sadədir. Yəni bunu çətinləşdirməyə ehtiyac yoxdur. Problem bilirsən nədir? Həyatı çətinləşdiriblər, hər şeyi çətinləşdiriblər, hər şeyi yalan məlumatla çətinləşdiriblər. Matritsanın bir qayda qanunudur. Yəni bu matritsa sən çıxmalısan bu matritsadan. Ona görə sən ilk növbədə öz bədəninə baxmalısan. Sən bədəninə baxmadan sən yəni nə həyatda uğur qazana bilərsən, nə özünü uğuru necə qazanırsan? Bax gəl belə bir şey deyim. Sən elə bilirsən uğur öz-özündən gəlir. Xeyr, sən uğuru bilirsən haçan gəlir. Yəni sən ilk növbədə bədənə qulluq edirsən, özünə qulluq edirsən, özünü sevirsən, ətraf mühitlə gözəl yanaşandan sonra enerji səviyyəni qaldırırsan, ondan sonra uğur sənə gəlib tapır bu həyatda. Bu həyatın qayda qanunudur. Sən elə bilirsən səhərdən axşama kimi işləməklə sən çoxlu pul qazanıb, çox pul qazansan. Yox, sən enerji salırsan, özündən asılı deyilsən. Sənin müdirin var, sənin nə bilim, işlədən var, sən kimdənsə qorxursan. Sən Allahın yerinə artıq əstəğfurullah kimisə qoymusan, müdiri qoymusan. Müdirin sözü sənin üçün önəmlidir, vacibdir. Sən həyatdan əlbəttə zövq ala bilmərsən. Sən öz istəklərini unutmusan, silmisən. Sən hansı həyatdan zövq almaqdan danışırsan? Sən müdir sənin üçün bilsən dursan, müdir filan şey deyər. Nə var, müdir sənə pul verir. Ən böyük sənə pulu verən Allahdır. Ən böyük sənə bu bədəni verib, bu görməyi, bu iynəməyi, bu yemək yeyəndə dadı hiss eləməyi, möhtəşəm bu hisslər var. Kognitiv bizim funksiyalarımız var ki, möhtəşəm təsir göstərir. Sən bilirsən ki, insan bədəninin 45 milyon dollar, mən bir neçə il əvvəl oxumuşdum, qiyməti bəlkə də qalxıb. 45 milyon dollar qiyməti var insan bədəninin. Sən artıq bir milyonçu kimi yaranmısan. Səni hisslədən yaradıb, pay verib sənə bu həyatı, yaşamağı, bu dünyada bu münasibəti, insan sevirsən, sevgi görürsən, insanlarla münasibət yaşayırsan, nəsə yaradırsan, nəyəsə zövq alırsan, dənizə gedirsən, çimirsən, nə bilim, saunaya girirsən, bədənin qızır, idman edirsən, nə bilim, dünyanı gəzirsən. Həyata bunun üçün gəlmirsən. Həyata gedib qul kimi, hambal kimi onun bunun əlin altında işləmək üçün gəlməmisən sən. Sən ilk növbədə Allah'ı qoy birinci yerə, ondan sonra sən həyatdan zövq alacaqsan. Bunun üçün də ilk növbədə əlbəttə ki, sən proqramla idarə olunursan. Sən girirsənsə marketə, ay şirniyyat ondan bundan zir-zibir alıb yeyirsənsə, sənin o energetik bağların çirklidir, təmiz ola bilməz. İlk növbədə 3 gün yemək yemirsən. Çətin ola bilər. Heç kim demir ki, Hasandır. Bu 3 gün ərzində su ilə duz içirsən. Məsəl üçün gün ərzində 10 stakan su içsən, məsəl üçün deyirəm. Onun 3 dənəsini, 4 dənəsini, 5 dənəsini biraz duz atırsan. Çünki bədəndə elektrolit duzlar çıxır. Sən onu idealda olar ki, elektrolit kompleksi qəbul edəsən. Yəni bu elektrolit orada bir 3-4 dənə şey var ki, maddə var ki, hansı ki sən yemək yeməyəndə tərlə, su ilə bədəndə çıxır. Sən onu sadəcə, əgər elektrolitin yoxsa, okey. Biraz duz, Himalay duzu var, indi Araz marketdə var, Rozburətdə Himalay duzu daha idealdır. Olmaz özümüzün Azər duzu, problemi yoxdur. Əsas odur, duzlu su iç, enerji bərpa eləsin. 2 gün, 3 gün çətin ola bilər. Amma sən o müddətdən sonra yeməkdən zövq almaq, sən o yeməyi yeyəndə sən dərk eləyəcəksən ki, yəni yemək necə də gözəl bir şeydir. Sən sadəcə zirzibil yediyinə görə adi yeməkdən zövq almırsan. Sən 2 gün, 3 gün yemək yemə, adi almanı yeyi, pomidor xiyarını, pendirini yeyi, görsən necə zövq alırsan ondan. Görsən həyatda necə
Qayf almağa başlayırsan həyatdan, hər bir şeydən. Sən nə gəldi içibə atırsan, yeyirsən, o bu zirzibil, həm pis informasiya, həm sən detoks tək yeməklə deyil, sən informasiyanı da detoks eləməlisən. Sosial şəbəkələrə girməli deyilsən. İndi scrolling gedir, 5 saniyə, 10 saniyə, 15 saniyəlik videolarda hərəsi ayrı-ayrı mövzu. Biri qəmdir, biri gülməkdir, biri kədərdir, biri nə bilim siyasətdir. Beyin bilmir ora, beyin xaosdadır, uçur orada buradadır. Sən hansı zövqdən almaq istəyirsən, sən itirmisən özünü. İlk növbədə sən nəfsivə qalib gəlməlisən, ağzının yolunu bağlamalısan. Çətin ola bilər 3 gün yemək yeməmək, okey, başa düşürəm. Bir gün yemək yeməməkdən başlaya bilərsən. Yemək yemə bir gün, ikinci gün növbə bu gün məsəl üçün. Bugün axşam tutaq ki, yemək yemirsən, yedin bugün axşam. İnterval qidalanma haqqında videolarım var. Daha da ətraflı danışıram. Çalışıram gündəlik olaraq da, yəni bir məlumatlar ötürüm ki, yenə də artırım ki, əlimizdə material çox olsun. Ona görə dostum, interval qidalanma. İndi mən bu kanalda bu mövzu həyatdan zövq almağa başlamaqdır. Həyatdan zövq almağa başlamaq istəyirsənsə, yəni yeməyi azaltmalısan, yediyin yemək keyfiyyətli olmalıdır, mədə bağırsağında mikroflora pozitiv olmalıdır, xoşbəxt olmalıdır, yəni canlı yeməklərdən olmalıdır. Ondan sonra sən də canlı düşünəcəksən, pozitiv olacaqsan. Sən ölü yeməkləri yeyəndən sonra girirsən marketə, 5 il, 4 il onun sroku var, kişi. 4 il ölü yeməkdir, o ölü bu. Başa düşürsən, ölü yemək, sən ölü yeməyə ölməklə sən öz içini öldürürsən. Düşüncələri öldürürsən, pozitivliyi öldürürsən. Ona görə yemə. Təbii şeyləri ye. Torpaqdan çıxan şeyləri ye. Nə bilim, svej şeyləri ye. Fresh, svej şeyləri ye. Hə, svej şeyləri ye. Təzə məsəl üçün, təzə deyim, tutaq ki, o şokolad da təzə ola bilər, hansı ki srok qoyulmuşdu 3 ildir, 4 ildir, təzə gəlib. Məsələn, dünən zavoddan çıxıb gəlib, amma itoqda yenə də ölü yeməkdir. Amma sveji deyil. Amma sveji nədir? Girirsən. Sən bir neçə gün yemək yemə, sən svej yeməklərlə qidalan, gör sən necə zövq alırsan həyatdan. Gör o yediyin yeməkdən necə zövq alırsan. O yeməklə də hər şey gedir. Bədənin təmizlənir, düşüncələrin təmizlənir, yeməyin təmizdir, düşüncən təmizdir, ətraf mühitə olan baxışın təmizdir. Ondan sonra başlayırsan həyatdan yenidən zövq almağa. Bu çox asan bir prosesdir əslində. Sadəcə nəfsivə yox deməlisən. Beyin sənə deyəcək ki, ye. Beyninə birini verəcəksən, dalınca ikisini istəyəcək. İkisini verəcəksən, dalınca onunu istəyəcək. Beyin doymazdır. Ona görə başa düş. Beyinə uymaq olmaz. Burada sənsən hakim. Bu oyunu oynayan sənsən, sən müşahidəçisən, qərarları verən sənsən, beyinə də deyən sənsən. Qərar qəbul edirsən ki, mən detoksa başlayıram, informasiya detoksuna başlayıram, internetə girmirəm, məsəl üçün, yemək yemirəm. Şərt deyil hamısını birdən başla. Bir ilk növbədə yeməkdən başla. Yavaş-yavaş özünü sal. Yavaş-yavaş özünü formalaşdır. Birdən də hamısını eləyəndə çətin olur. Sırvayca, insan elə bil ki, pozur, qayıdır tərsən həm iki şeyə. Ona görə sən ən yaxşısı yavaş-yavaş başla, narahat olma, yemək yemə, 1 gün, 2 gün, 3 gün yeməsən. Mən məsəl üçün, bax, indi bu videonu yaza-yaza sizə deyim ki, 4 gündür mən yemək yemirəm, inanarsınız. Mənim enerjimə baxın bir dənə, mənim danışığıma baxın. 4 gündür mən yemək yemirəm. Mən axırıncı dəfə iyunun 3-ü 21:00-da axşam yeməyimi yeyib bağlamışam. Bugün iyunun 7-sidir. Mən iyunun 7-sidir. Bəli, saat 16:00-dır. Mən ancaq su içirəm, çay içirəm, ürəyim istəyəndə bir kofe içərəm. Şəkərsiz əlbəttə ki, bu pozmur, bu interval qidalanmanı pozmur, azlığı pozmur. Nəysə, çox danışdım. İnterval qidalanma haqqında maraqlan, onunla başla. Necə başlamaq olar haqqında kanalımda məlumat var. Mənim kanalımda da yoxdursa, başqa kanallarda tapa bilərsən. İnformasiya indi hər yerdə var. Gir özünə kimdən rahatdır, başla. Həyatdan zövq almırsansa, öz bədənini təmizlə, gör həyatdan necə zövq almağa başlayırsan. Uğurlar sənə, həmişə daxili gücün, şuurun təmiz olsun ki, gələn nəfsinin sənə verdiyi o lazımsız şeylərə yox deyə biləsən. Nə qədər yox deyə bildin, o qədər də həyat başlayacaq sənə öz hədiyyələrini verməyə, görəcək ki, sən artıq hər bir şeyə uymursan, sən şeytanla getmirsən, sən artıq özünü idarə edirsən, nəfsini idarə edirsən və qəbul elədiyin şeylər də başa düşürsən ki, sənə yaxşı təsir edir. Və ondan sonra həyat da sənə başlayacaq yaxşı təsir eləməyə, yaxşı tərəfdən açılmağa. Uğurlar.